Hörmətli tamaşaçılar, kriminal efirdədir. Əsəbi zəif olanları və uşaqları televizorun qarşısından uzaqlaşdırın. Mənlik bir şey yoxdur, sizə görə deyirəm. Sonra liş-liş şeyləri ekrana atırsınız. Olsa mənim sifətimə dəymir. Gedib özünüzə təzə televizor alırsınız. İndi isə keçid alırıq ən ağla çıxmaz olaylara. Elə ki, Salyandakı kəndlərin birində doğma qardaş öz sevgilisinin Amerikada təhsil almasına qarşı çıxmış, nəticədə hisslənərək evdən çıxmış, sonra isə öz kəndisinin üstünə çıxmışdır. Hadisə haqqında daha ətraflı sujetimizdə. Tərəfimizdən aparılan əməliyyat axtarış tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, Gülməmmədov traktor Lapetoğlu öz həmkəndisi və qonşusu Hüseynov Namidar Barxudar oğlunu bıçaqla ağır xəsarətlər yetirmişdir. Namidar üzərinə baxış keçirilərkən məlum olmuşdur ki, elə bir ki, bu qarnının ön divarının dərdən nüfuz edən kəsilmiş, deşilmiş yarası və döş qəfəsinin elə bir arxa hissədə, arxa səthində boşluğa nüfuz edən kəsilmiş, deşilmiş yaraları aşkar edilmişdir. Müəyyən etmişdir ki, qonşuların mübahisəsinin qızın Amerikada oxumağına elə bir ki, heç bir dəxli yoxdur. Ona görə də elə bir ki, o sevgilisini bıraxdıq, amma o qədanı saxlamışıq bölmədə, elə bir incidəcəyik yəni. Mən evdə əsəbləşdim, çıxdım yolabı Doqqazın ağzına. Namidar da o qonşum mənim bazarda bu toğuz işinə baxırdı. Mən də o vaxtı 2 damından xoruz alıb atmışdım həyətə ki, bu toğlar qorxmasınlar. Nəysə bu mənə gördü, mənə görən kimi qışqırdı ki, ekskavator. Və qəti xoruzların pılını çatdı. Bu ruski yazısını gedək də. Mən də bu ekskavator deməki xoşuma gəlmədi. Dərcə mən rəhmətlik traktor adını qoyub, təcrübə mən ekskavator deməki elə bir özümdən çıxartdı. Mən buna qayıtdım ki, ya nervinli dənə, əsəbiyəm başqa söhbətə görə. Bu təcrübə mən dirəndi. Elə bir mənə qayıtdı ki, xoruzların elə bil də, deyir, Petoxa dengi də, Yeşli Sevodniya hoşum gəlməsə, mənə qayıtdı. Girəcəm və həyat üzrən götürəcəm o xoruzları da, bunu deməqindən. Mən izah eləyəm, axı fikrim, mən Rusca zəifəm. Qayıtdım ki, Namidar, sən yekə cahılsan da, sən mənlə Petov söhbət eləyirsən, bu eləmə də, mənlə eləmə, başqası ilə eləməklə. Nəsə, bunu tutaşdıq. Tutaşdıq, bu mənə bıçaq çıxartdı. Nəşə peşman deyirəm ya, sən olsun peşman olmarsan, o boyda gedəni götürdüm bıçaqla üzün yazıq elədim, daha iştahatını qoymamışam o mən. Ağlam hə? Kim ağlayır ya, sən öz bir tərəfdən mənə mi? Heç kim ağlamır burada, heç kim heç nə edir, bu açsın ha!